Salam uşaqlar. Qan damar sisteminin növbəti mövzusu olan qan damarları, qan damar sistemi mövzusuyla davam edirik. Mövzumuzun adı qan damar sistemidir. Sadəcə qan damar sistemi mövzusuna keçməzdən əvvəl qan damarlarının quruluşu ilə tanış olaq. Deməli uşaqlar, qan damarlarının 3 növ var. Qan damarlarının görək hansı növləri var idi? Qan damarlarının var arteriya damarı, var vena damarı və var kapillyar damar. Deməli, qan damarlarının neçə növü oldu? Qan damarlarının 3 növü var. Arteriya var, vena var, arteriya, vena və kapillyar. Arteriya və vena iri damarlara deyilir. Arteriya ürəkdən çıxan, vena, belə deyək, belə işarə eləyək, arteriya ürəkdən çıxan, vena ürəyə qayıdan, kapillyar isə bu iki damar arasında keçiddə aralıq mövqe təşkil edən damarlara deyilirdi. Baxaq görək arteriyanın, kapillyarın və venaların quruluşunda hansı səciyyəvi xüsusiyyətlər var. Arteriyanın divarı şəkildən göründüyü kimi 4 qatdan ibarətdir. Arteriyanın divarı xaricdən birləşdirici toxuma qatı ilə, onun altında saya əzələ qatı, elastik liflər və epitel qatından təşkil olunub. Deməli, arteriyanın divarı cəmi 4 qatdan təşkil olunmuşdur. Yenə də vurğulayırıq, birinci qat xaricdən birləşdirici toxuma qatı ilə, onun altında saya əzələ toxuma qatı, onun altında elastik liflər və epitel qatından təşkil olunmuşdur. Eyni quruluş vena damarlarında da vardır. Sadəcə vena damarlarının fərqli xüsusiyyəti vena damarlarının içərisində şəkildə göründüyü kimi aypara qapaqların olmasıdır. Və bu aypara qapaqların olması qan aşağı ətraflardan yuxarıya doğru hərəkət edən zaman onun geriyə axmasının qarşısını alır və nəticədə qan yenidən yer cazibəsinin təsiri altında aşağıya doğru deyil, yuxarıya doğru hərəkət etmiş olurdu. Və danışırıq kapillyarların divarından. Kapillyarların divarında isə uşaqlar, üzr istəyirəm, kapillyarların divarında isə sadəcə olaraq bir qat var idi. Kapillyarların divarında sadəcə bir qata təsadüf olunmuş olurdu. Kapillyarların divarı tək qat epiteldən təşkil olunmuşdur. Və onun divarının tək qat epiteldən təşkil olunması sayəsində kapillyarlarda qazlar mübadiləsi və qida maddələrinin mübadiləsi baş vermiş olurdu. Qan dövranı iki növ var idi qan dövranının. Qan dövranı qanın bütün bədəndə hərəkəti nəticəsində baş verirdi. Və qan dövranının iki növ var. Bir var böyük qan dövranı, bir də var kiçik qan dövranı. Təzə kitablarda, dərsliklərdə bu ağciyər dövranı olaraq vurğulanır. Biz abituriyentlər üçün videolarımızı yerləşdirdiyimiz üçün kanalımızda, ona görə biz kiçik qan dövranı olaraq bunu vurğuluyuruq. Deməli, böyük qan dövranı, baxın uşaqlar, şəkildə də diqqətlə göstərəsiyəm, necə baş verir, hardan başlayır, harda sona çatır, neçə damarla başlayır, neçə damardan sona çatır. Deməli, biz yadımızdadırsa, ürəyin quruluşunu keçəndə vurğulamışdıq ki, ürəyin sol hissəsində, solda, sol mədəcik və sol qulaqcıqda həmişə arterial qan, sağ mədəcik və sağ qulaqcıqda venoz qan olmuş olurdu. Deməli, böyük qan dövranı hardan başlayır? Böyük qan dövranı ürəyin sol mədəciyindən başlayır. Necə başlayır? Baxın, ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta ilə başlayır. Aorta ilə başladıqdan sonra başa və bədənin digər hissələrinə arteriyalara şaxələnir. Baxın, qarın arteriyası, sonra döş tərəfdə yerləşən orqanlara, yuxarı ətraf və başa yuxarı hissədən doğru gedirdi. Aşağı ətraflar, aşağı tərəfdəki orqanlar isə aşağıya doğru ayrılan arteriyadan ayrılmış olurdu. Hər bir orqana çatdıqdan sonra həmin orqana məxsus olan arteriya, sonra kapillyar, daha sonra vena ardıcıllığı ilə hərəkət edirdi. Şəkildən göründüyü kimi, baxın, arteriya,
burada kapilyar, sonra vena ardıcıllığı ilə hərəkət edirdi. Yəni, məsələn, gəlir uşaqlar mədə, mədənin arteriyası, mədədə kapilyarlara şaxələnir, mədədən çıxan venoz, belə deyək, vena damarlarına yığılır. Hər bir orqanda bu ardıcıllıq davam edir. Ancaq, baxın, burada onu qeyd eləyəsiyəm. Ancaq orqanımızın birində, yəni hansı orqanda? Bağırsaq. Tutaq ki, mən bura bağırsaq yazıram. Baxın, əgər bunu biz bağırsaqdan çıxan vena olaraq qeyd etsək, uşaqlar baxırıq. Burada bağırsaqdan çıxdı. Bağırsaqdan çıxdıqdan sonra, yəni bağırsaq venası əvvəlcə qaraciyərə daxil olur. Qaraciyərin qapı sistemini yaratdıqdan sonra venoz sistemlə daxil olur. Baxın, qaraciyərdən venoz qan xaric olunur, amma tərkibində çoxlu miqdarda qida maddələri olan qan çıxır. Gəlir qaraciyərə. Qaraciyərdə nə baş verir? Baxın, qaraciyərdə müxtəlif dəyişkənliklər baş verir. Əgər qaraciyərə bağırsaq venası ilə gələn qanda çoxlu miqdarda qlükoza olarsa, bu qlükozanın artığı çevrilir qlikogenə, eyni zamanda deməli bağırsaqdan tərkibində zərərli maddə olan ammoniakın burada sidik cövhərinə çevrilməsi prosesi baş verir. Ondan sonra qaraciyərdən çıxan vena, baxın qaraciyər venası, burada qaraciyərin qapı sistemi yarandı. Qaraciyərdən çıxan vena yenidən aşağı boş venaya qoşulur. Aşağı boş venanın sisteminə qoşulur və aşağı ətraflardan, aşağıdakı orqanlardan gələn qan aşağı boş vena ilə, yuxarı ətraflardan gələn qan isə yuxarı boş vena ilə ürəyin sağ qulaqcığına geri açıldı. Deməli, yuxarı boş vena, aşağı boş vena ilə ürəyin hansı qulaqcığına açıldı? Ürəyin sağ qulaqcığına açılmış oldu. Deməli, uşaqlar, böyük qan dövranı hansı damardan çıxdı, hansı damardan geri qayıtdı? Bunu burada qeyd eləyək. Deməli, uşaqlar, böyük qan dövranı. Böyük qan dövranı ürəkdən çıxır bir iri damarla. Hansı damarla? Aorta damarı ilə. Ürəyə geri qayıdır. Tutaq ki, mən ürəyimizi çəksəm burada. Ürəyin sol mədəciyindən çıxdı bir iri aorta ilə. Ürəyə qayıtdı aşağı boş vena ilə və yuxarı boş vena ilə. Onda böyük qan dövranında qan bir iri damarla çıxdı. Belə deyək, bir arteriya ilə çıxır, 2 vena ilə geri qayıdır. İndi kiçik qan dövranından danışırıq. Onda gəldi ürəyin sağ qulaqcığına. Necə qan açıldı? Venoz qan açıldı və yenə də yadımızda saxlayırıq. Qan həmişə arteriya ilə çıxır, ürəyin mədəciyindən çıxır, vena ilə ürəyin qulaqcığından geri qayıdır. İndi danışırıq ikinci qan dövranı olan kiçik qan dövranından. Bəs kiçik qan dövranında nə baş verir? Kiçik qan dövranında qan ürəyin sağ mədəciyindən ağciyər kötüyü vasitəsilə yenə də bir damarla çıxır, ağciyər kötüyü ilə çıxır. Baxın, ağciyər kötüyü ilə çıxdı. 2 ədəd ağciyər arteriyasına ayrıldı. Ağciyərin kapillər şəbəkəsini əmələ gətirir. Ağciyərlərdə qazlar mübadiləsi baş verir. Ağciyərlərdə arterial qan venoz qana çevrilərək hər bir ağciyərdən çıxan, baxın, 1, 2 sağ ağciyərdən, 2 sol ağciyərdən, 1, 2 sol ağciyərdən gələn, belə deyək, bax, bu tərəf sol və sağ tərəfdən gələn venalar vasitəsilə ürəyin sağ qulaqcığına geri qayıdır. Deməli, uşaqlar, kiçik qan dövranı, necə, hardan çıxdı, hardan qayıtdı? Deməli, kiçik qan dövranı bir ağciyər kötüyü ilə ürəkdən çıxır, 4 ağciyər venası ilə ürəyə qayıdır. Onda kiçik qan dövranı 5 iri damarda dövr edir. Demək, kiçik qan dövranı neçə iri damarda dövr etdi? 5 iri damarda dövr etmiş oldu. İndi ürəyin quruluşunu yenə çəkirəm. Əgər ürəyin quruluşunu çəksəm,
ürəyin quruluşunu çəksəm, deməli, kiçik qan dövranı təqribən çəkirəm. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən bir ağciyər kötüyü ilə çıxdı, 2 ağciyər arteriyasına ayrıldı və 2 ədəd sağ ağciyərdən, 2 ədəd sol ağciyərdən gələn vena ilə, baxın, 1, 2, 3, 4 vena ilə ürəyin hansı qulaqcığına geri qayıtdı? Sol qulaqcığına geri qayıtmış oldu. Deməli, kiçik qan dövranı bir iri damarla çıxır, 4 vena ilə geri qayıdır. Yəni, 5 iri damarda dövr etmiş olur. Bu da bizim qan dövranımız. Növbəti video izahımızda limfa dövranını izah edəsirik.